Əgər siz də ismin yiyəlik halını tapmaqda çətinlik çəkirsinizsə, bu video məhz sizin üçündür. Yaxın əyləşin, başlayaq. Mən sizə onu tapmağın sadə yolunu öyrədəcəyəm. Əgər sizin cümlənizdə who is, what is, that is, this is, he is, she is, let's varsa, bu qətiyyən yiyəlik hal deyil. Əgər apostrof s-dən sonra sifət gələrsə, bu is feilinin qısaldılmış formasıdır. Əgər apostrof s-dən sonra müəyyən və qeyri-müəyyən artikl gələrsə, bu zaman bu yenə də is feilinin qısaldılmış formasıdır. Əgər apostrof s-dən sonra quite, to, very sözləri gələrsə, bu zaman bu yenə də is feilinin qısalmış formasıdır. Əgər apostrof s-dən sonra ing ilə bitən feil gələrsə, bu indiki davam edici zamanın göstəricisidir. Lakin burada kiçik bir nüans var. Əgər bu konstruksiyadan sonra ikinci bir feil gələrsə, bu artıq yiyəlik haldır. Əgər apostrof s-dən sonra got gələrsə, bu has got feilinin qısalmış formasıdır. Əgər apostrof s-dən sonra feili sifət gələrsə, bu indiki bitmiş zamanın göstəricisidir. Bu qədər. Əminəm ki, bu qaydalar sizə çox kömək edəcək. Belə videoları izləmək istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın.